Mən Cabbarlı Aysu, Uğur Cabbarlının anasıyam. Uğurun sinif yoldaşının anası statusda qoymuşdu. Seminarda öz layihəsini açıq ekranda işıqlandırırdı. Sözün açığı biraz tərəddüd eləyirdim. Çünki mən oğlumu bir neçə idman növünə qoymuşam. Orada hər dəfəsində yarımçıq davam eləyirdi. Birdən alınmaz, nəsə yenə də yarımçıq qoyar. Böyüdükcə onun proqramist sahəsinə daha çox önəm verdiyini gördüm və ona görə də Baku Code School kursuna qoymağa qərara gəldim. 1 ilə yaxındır ki, Uğur bu kursda iştirak eləyir. Bizdə əksinə yoldaşım biraz tərəddüd eləyirdi onlayn dərs necə olar, yəni keyfiyyəti yaxşı olmaz. Amma dərslərin bir neçə müddət davam eləyəndən sonra belə deyim də dəyişiklikləri gördük. Çünki Uğur dərslərində də texniki fənlərdə daha irəliləyişli olduğunu gördük. Mən elə başa düşürəm ki, kursun nəticəsinin təməli oldu. Seminarın özündə də çıxış elədi, valideynlər də çıxış elədi. Danışıqlarından gördüm ki, hamısı müəllimi, ümumiyyətlə bu Baku Code School haqqında təəssüratları da çox müsbət rəy oldu. Elə bizim də, ailəmizin də. İnşallah ki, Uğur bu kursun nəticəsində daha da yüksək nəticələri yığar. Belə də hamımızın fəxri olar.